Benim məqsədim burada para düzəldib, Ankara'da çıxıb, Ankara'nın televizyon bir kanalı ilə mən bu dərdimi danışacağım. Olmasa da Türkiye'den sığınacaq istəyir. Naxçıvan can var. Fark etmez. Naxçıvan Türkiye fark etmez. Eyni torpağımızdır. Yani burada işləyirsən yaxşı pul alırsan da. Yani orada biraz az verirlər. Orada keçim zordur. Yani dolanmaq zordur. Alınmır qardaşım. Ağsaqqal ki dünyanın görünən 2 sutkalıq yolu gəlib burada çalışır. 1000 kilometrdən çox. 1000 kilometr. Ayda $500 göndərən evinə beləsi var gəlmiş. Azərbaycanda oturacaq, $200 maaş alacaq. Azərbaycanda qoca kişiyə mana iş vermir. Burada gəlir, nə iş olur olsun gedib işləyir. Ey də para alır. Qulaq Azərbaycanda Qəbələ şəhərində mən əsgərlikdən qurtarmış 1 ildir gəlib, mən uşağıma iş ala bilmirəm, icra hakiminə gedib. Mən iş verəm. Qəbələdən məskunlaşdım. 2 oğlum var. İş istədik vermədilər, oğluma istədim vermədilər. Uşağımın 3 uşağı var. Uşağımın 3 uşağı var. Ona dövlət, prezident ev tikdidi verdi. Amma Əli Həsənovun işçisi o evi satdı başqasına. Getdim, düz 3 il getdim qapısına, icra başçısına. 3 il qapısına getdim, uşağıma iş istədim vermədi. Bir yalan olması 1000 manatlıq teleqramma vurmuşam. Prezident aparatından cavab ala bilmədim. Orada da gelirsən, səni fəhlə götürmürlər ki, pensiya alırsan 85 manat prezident təqaüdçü alıram, prezident təqaüdçüsüyəm. 85 manat. 187 manatda pensiya verir bana. 2-ci qrup Qarabağ əliyəm. Sağlamlığımı itirmişəm. Uşağımı ev verməlidir, verilmir. Özümün şəraitim düzəlməlidir, düzəlmir. İş yaxşı, pensiya azdır, iş ver, gündür iş ver, axıran eləyəyim dolanır. Vermir. Kimin adamı var, dolanır da beraber. Kimin yok. Dizin yerə qoyub iş ala bilmir. Özdə əsgərlikdən gəlib 1 ildir. İş ala bilmir. Mümkündür. Belə hökumət olar, ha? Hökumət. Birinci gündə də gedirəm, əsgərlikdən xidməti qutarıb gəlmiş bir oğlumu iş ala bilmirəm. Mən prezidentimdən heç bir zadım yoxdur, yəni. Prezidentimin Allah rəhmət eləsin atasına. O da indi davamçısı İlham Əliyevdir, xanımı Mehriban Əliyevadır. Çox gözəl çalışırlar. Amma onların aşağı təbəqədə yaşayan ünsürlərin əlindən imkan deyil yaşamaq. Hansı ki gedirsən, hansısa bir iş istəyirsən, deyir, sənin yaşın 60'dır. Sən önce qocasan, yaramırsan. Özüm cəhənnəm. Əskəri xidməti qutarmış, özdə gəmidə qulluq elədi. Ona bir iş tapa bilmirəm. Məcbur oldum, özüm gəldim bura ki, mala gedim bilmirəm. Nə iş olur olsun, əlimdən gələn eləyim ki, ayda bir 200 manat mən ailəmə göndərim. Pensiyacı bir qarı, bir dənə uşaq.